Bəli, tamaşaçılarımız, efirimiz davam edir və efirimizin davamında istəyirik sizə çatdıraq ki, Azərbaycan Milli İncəsənət Muzeyi zamanı qanadlarında Vüqar Əli sərgisinin açılışı olub. Deməli, 9 aprel 2026-cı ildə dünən bu sərginin açılışı olub və sərgidə yadda qalan anlar və açılışda çox gözəl bir kitabın da təqdimatı olub. Eyni zamanda eyni adlı bir kitabın da təqdimatı olub. Sərgidə olan hadisələr, yadda qalan məqamlar, bütün bu suallara cavab vermək üçün biz üst tuturuq sərginin bir növ yaradıcılarına və kitabın müəllifinə biz bugün qonaq olaraq dəvət etmişik əziz dostlarımızı. Belə ki, sənətşünaslığı üzrə fəlsəfə doktoru Doçent Sevil xanım Kərimovanı, eləcə də əməkdar rəssam Vüqar Əlini. Hər ikinizi təbrik edirik. Sizə uğurlar arzulayırıq. Xoş gəlmişsiniz efirimizə. Xoş gördük sizi və 9 aprel tarixində artıq açılışı olub sərginin davam edir. Əziz tamaşaçılar, yararlanın mütləq, sizə də məsləhət görürük. Artıq gedişatdan da özünüz həvəslənəcəksiniz, çünki çox gözəl əsərlər yer alır. Sevil xanım, siz sərgidə həm monoqrafiyanın müəllifi kimi, həm də bir tədqiqatçı kimi iştirak etmişsiniz və biz əlbəttə burada yer alan kitabdan da danışacağıq, sərgi barəsində də istərdik ki, bax elə Vüqar Əli yaradıcılığından bəhs edərək başlayasınız və sərgi haqqında, kitab haqqında ətraflı məlumat istəyirik sizdən. Çox sağ olun, təşəkkür edirik. Biz də Vüqar Əli bugün Azərbaycan rəngarlığında artıq özünə məxsus bir yer tutan rəssamlardan biridir. Bu, yəni ildən ilə dəyişən, üslub transformasiya olan bir rəssamdır və bir sənətşünas kimi mənim üçün doğrudan da onun yaradıcılığı çox maraqlıdır. Biz Vüqarla uzun müddətdir ki, dostduq. Biz hər ikimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyirik və kitabın ideyası yarananda əslində həmin fakültədə mən dekan idim. Vüqar müəllim bizdə dizayn və dekorativ tətbiqi sənət kafedrasının müəllimidir və imkanı var idi mənim ki, bir sənətşünas kimi onun emalatxanasında daim izləyim baş verən bədii dəyişiklikləri, onun axtarışlarını. Və çox maraqlıdır ki, bir faktı da qeyd edelim ki, kitabın yaranmasına böyük təkanlardan da biri odur ki, biz indi sənətşünaslar buna yaxşı bilir, digərləri də bilir ki, rəssamlar qeyri-adi bir ruha, qeyri-adi bir qavranışa mənsubdurlar və adətən özləri haqqında çox danışmırlar, izah etmirlər işlərini. Çox xoş bir haldır ki, Vüqar müəllim tamamən başqa bir istiqamətdə yaradıcılığını quran bir adamdır. O öncə çox böyük bir araşdırma aparır. Mən bu prosesləri görürdüm. Yəni əsər yaranmadan əvvəl axtarır, onun bədii bir obrazını tapır və ondan sonra başlayır işləməyə. Bu baxımdan mənim də şansım oldu ki, mən fakültədə daim emalatxanaya gedə bilirdim, izləyə bilirdim bu prosesi və təxminən 2019-cu ildə pandemiyadan əvvəlki bir mərhələdə ideya yarandı ki, Vüqar haqqında məqalələr. Əvvəlcədən sözsüz ki, yəni bu akademik bir yanaşmadır ki, məqalələrlə başlayasan və ondan yavaş-yavaş yəni doktor metodu ilə ümumiləşdirməyə gedəsən, əksinə. Və nəticədə sonra pandemiya oldu, işə gedə bilmədi. Yəni ki, bu kitab niyə bizim üçün çox dəyərlidir, əzizdir. Bütün o prosesləri biz özümüz necə dəyişdik? Çünki o devir bizi də çox dəyişdirdi. Başa düşdük ki, tamamən kapanıb, onda da işləmək mümkündür insan üçün. Və o məqamda da bir hissəsi yarıldı. Sonra bu universitetdən müəyyən bir müddət mən ayrıldım. Mən belə başa düşdüm ki, bir növ sizə dayaq oldu bu əsər. Dayaq oldu və daimi bilirsiniz, elə bir əsərlər olur ki, daim ona dönürsən də, məsələn ki, Edward Munch'un Qışqırıq əsəri var ki, 20 il işləyib onu, daimə dönürdü, yenidən onu işləyirdi. Bax, bu kitab da elə bir şey oldu və nə yaxşı ki, 2024-cü ildə mən hazır olandan sonra Vüqar müəllim kitabın tərtibatını tamamən özü eləyib. Sevil xanım, onu söyləyəcəkdim. Çox nəfis tərtibatda hazırlanır. Həm texniki baxımdan, həm könül dizayn baxımdan və bilinir ki, burada bir rəssam toxunuşu var, rəssam işi var. Tərtibat olandan sonra bəlli oldu ki, çox o qədər də ucuzlu bir kitab olmayacaq bu. Və mən müraciət elədim Mədəniyyət Nazirliyinə ki, dəstək olsunlar, sağ olsunlar. Mədəniyyət Nazirliyi bizə dəstək oldu və keçən il bu kitab dekabr ayında artıq nəşrdən çıxdı. Lakin Vüqar müəllim baharı çox sevir. Ona görə biz fikirləşdik ki, yaxşı olar ki, baharda olsun təqdimat.
Çox gözəl. Vüqar müəllim, sizin işlərinizdən əvvəl elə kitabdan söhbəti istərdim davam etdirək. Çox sevindirici haldır ki, məhz kitabda da özünüzün bir yanaşması var. Yəni ayrı-ayrı əsərlər, sərgidə olan tabloların birazdan söhbət açacağıq, rejissorlarımız da ekrana gətirirlər. O narla bağlı çox gözəl, füsunkar əsərləriniz var, amma kitabda bir məcmua formasında bunlar sanki toplaşıblar da. Bunları bir araya gətirmək, sanki səhifələri səhifələdikcə 100, 105, 107 bu ardıcıllıq özü də bir sənətdir, mən belə düşünürəm. Bilmirəm, haqlıyam ya yox. Bilirsiniz, bu kitabın yaranması çox qəribə, yəni formatı da çox qəribədir. Ümumiyyətlə, rəssam olan bir insan təbii ki, o insanlar üçün yaradır, xalq üçün yaradır. Əlbəttə ki, sənəti araşdıran insan, sənətşünas, rəssam üçün önəmli bir insandır. Yəni, xoşbəxt o rəssamdır ki, xoşbəxt o sənətşünasdır ki, yəni, rəssamla ünsiyyətdə olub, onun yaradıcılığına biganə qalmamaq. Tamaşaçı izləyir, tamaşaçı maraqlanır, amma onun sirləri, dəyərini verən sənətşünasdır və elmi cəhətdən araşdırıb, xalqa çatdıran, insanlara onu tədrisə çevirən sənətşünasdır. Çünki almaz, özünüz bilirsiniz ki, o cilalananda brilyanta çevrilir. Sənətşünas rəssamı kəşf edib, onu bir mirasa çevirir. Burada kitabın formatı da çox qəribədir. Yəni, kitab təkcə kitab kimi deyil, orada araşdırma da deyil, orada intervyu var. Orada söhbət var, orada bir film var. Oxuyanda kitabı, orada müəyyən hissələrdə haşiyə çıxarılır, rəssam öz sözünü deyir. Mən buna belə... Çünki sənətşünas elmi araşdırmanı verir və orada qayıdır rəssamın baxış bucağına. Yəni, sadəcə məlumat və tabloları əks etdirən bir kitab söhbət var o kitabda. O kitabda təkcə araşdırma deyil, orada bir bədii film var. Və onu hətta götürüb gözəl bir sənədli filmə də çevirmək. Çox doğru deyirsiniz. Bəli, bax, bu anotasiyalarına da baxanda, bu əsər haqqında belə deyək də, məlumata da baxanda, həm Azərbaycanca, həm İngiliscə olmağı bilirsiniz, əcnəbilərin Azərbaycan incəsənətinə, Azərbaycan təsviri sənətinə, bax, belə gözəl əl işlərə marağı. Hələ düşünsək ki, bizim milli simvolumuza çevrilən narı siz necə gözəl işləmişsiniz. Adların siz sadalıyın, zəhmət olmasa. Nar qız, nargilə. Bu kitabın da bir belə bir formatı var ki, Sevil xanım ümumiyyətlə maraqlananda, məlumatları toplayanda o mərhələlərə böldü. Və mərhələlər də davam edirdi. O pandemiyadan bayaq qeyd elədi. Kitab pandemiyadan qabaq başlandı yazmağa. Biz əvvəlki, misal üçün, tələbəlik, gənclik illəri, sonra Əzimzadə dövrü, sonraki yaradıcılığı, nədən başlamışam. Xronoloji olaraq. Xronoloji olaraq gedəndə sonra orada sənət simpoziumları da vardı, sonra teatr fəaliyyətim var idi. Gəlib çıxırdı haradasa elə pandemiya dövrünə qədər. Və pandemiya dövründə artıq yeni əsərlər yarandı. Sonra müharibə, 44 günlük müharibə, zəfərlə bağlı. Bütün onlar kitabın yaranmasında artıq pillə-pillə. Belə bir yaşadıq. Yaşadıq zaman biz onu əlavə edirik. Dizayn da orada yarandı. Dizaynın da gedişatı, mən mətni, misal Sevil xanım neysə qeyd edib, mənə göndərirdi, baxırdım. O anda mənim gözümün qabağında o kitabın dizaynında hansı tonlar, hansı qrafik formada, fotolar, əgər rəssamın şəkli orada olacaqsa, o hansı qrafik formada verilməlidir, psixoloji təsir, yəni reklam xarakteri daşımadan, adətən reklam xarakteri daşıya bilərdi. Biz orada onu bədiləşdirib, həm də bədii və sənədli bir kitaba çevirdik. Yəni, bu işlərə qarşılıqlı olur, hər bir. Mətin elə qurulur. Orada birinci başlayır nar. Çünki 2000-ci illər, 90-cı illərin axırında yaradıcılığın daha önəmi başlayan dövrü, o 2000-ci illərin əvvəlləri, rəngkarlıqda, nar, qrafikada, misal üçün, hansısa əsərlər. Sonra gəlir Bakı periodu, Bakı etüdləri. Çünki müxtəlifdir orada səpkilər. Sonra plakat sahəsi, 94-cü ildən plakat fəaliyyətim, hansı dövrə qədərdir, onun izahatı. Sonra gəlir teatr fəaliyyətim. Sonra muzey mərkəzində uzun illər, 9 il mən orada beynəlxalq sərgilərinin təşkilatı, orada bədii tərtibatı, digər tədbirlər və o həmən dövrdə yaranan plakatlar, bədii plakatlar və ondan da başqa simpoziumlar, tədbirlər, sonra gəlir pedaqoji fəaliyyət. Pedaqoji fəaliyyət, uşaqlarla iş, orada bizim universitet də oradan da yaradıcı məkana həmişə qucaq açan bir məkandır. Bizdə orada, misal üçün, tələbələrlə diplom işlərində hətta yaradıcı işlər, vitrajlar,
street art, teatr fakültəsində çalışırıq ki, olan işlər qalsın tərtibatlar, yəni monumental işlər var. Hamısı kitaba daxildir. Aydın. Orada hətta tələbələri də biz daxil edirik. Və Onların icazə də fəaliyyəti. verilir. Bunun şahidi olmuşuq biz özümüz canlı şəkildə. O tələbələrin iç dünyasını önə çıxarmağına da siz çox icazə verirsiniz biz ustad kimi və əlbəttə ki, həm dərslər şərait sayəsində yaradırsınız, bəli, bəli. şərait yaradılır və bu da onların daha sərbəst şəkildə özlərini ifadə etməsinə Yox, kömək olur. sözsüz ki, mən də indi Təbii ki, o şəraiti də bizə, bizim misal üçün rəhbərlik Universitet yaradır. yaradır. Dillə gedir. Mən buradan öz doğma universitetimə və o yaradılan şəraitə görə təşəkkürümü bildirəm. Ümumiyyətlə, sərginin də, kitabın da yaranmasında çox insanların əməyi oldu. Aydındır Vüqar müəllim. Sevil xanıma mən istəyirəm üzümü tutum. Sevil xanım biraz əvvəl çox gözəl bir ifadə işlətdi. Yaşantılarımız Bəli, belə deyək bəli. burada yer alıb. Əslində bu sənət insanı üçün çox da həm qürur verici, həm də təsadüf edilən bir şeydir. Çünki tandem deyirlər. Sizin tandeminiz və o yaşantılar, o periodlar dediyiniz, sadaladığınız və nəticədə belə nəfis, gözəl bir iş çıxıb ortaya Sevil xanım. Bəli, mən onu qeyd edeyim ki, qeyd elədikləriniz doğrudur, amma bu hər zaman olmur da. Yəni sənətşünasla rəssam bir dil tapsın, uyğun zaman olsun, uyğun məkan olsun. Biz ikimiz də Sənət Universitetinin məzunlarıyıq. Bu bağlar da var. Bir yerdə çalışırsınız. Bəli, universitetdən də ayrılmamışıq. Məqsəd, amal, məram. Bəli, yəqin bu da xüsusi bir yanaşmadır ki, həm məzunuq, həm müəyyən bir yol keçəndən sonra qayıtmışıq yenidən o məkana, universitetimizə və düşünürəm ki, uşaqlar da, tələbələrimiz də bunu hiss edir. Mən Təhsil Nazirliyini qeyd edeyim ki, bizim üçün onlar da imkan yaradırlar ki, bədii təhsildə nisbətən sərbəstlik var uşaqda və çox maraqlı bir ideya var bizdə ki, biz yəqin avangardayıq, yeganə universitetdir ki, bizim uşaqların, tələbələrimizin işləri universitetdə də qalır. Universitetin pəncərələrini tələbələrimizin vitrajları bəzəyir. Street art bugün çox aktiv olub, o grafiti sözü, bu Nizami Kinoteatrı ilə əlaqədar çox danışırlar ondan. Bax, bizdə də orada universitetdə, heyətdə biz street art, yəni grafitilər, uşaqlar işləyiblər, amma çox peşəkar, öz görüntüləri ilə, zövq oxşayan, zövqü ilə işləyən ki, o işlər qalsın bizdə. Bu kitabda, yəni biz tələbələrin də işlərini daxil eləmişik ora, çünki onlar da bu prosesdə iştirak edirdilər, gəlib soruşurdular. Onlar da yaşantılarımızın bir hissəsidir. Bəli, bir növdə bizim universitetdə həm sənətşünaslıq ixtisası var bizdə, həm də qrafika, dizayn var. O sənətşünaslar da görürlər ki, bax, mən elə tələbələrimə də buradan səslənirəm ki, canlı işləmək necə olar? Yəni, prosesi canlı bir nəzəriyyə ilə keçirlər. Bir də görürlər ki, sənətşünas bunlara dərs deyir, eyni zamanda da burada olan rəssam haqqında yazır və bunları da biz təşviq edirik. Canlı təcrübə olur. Uşaqlarımıza biz çalışırıq ki, məzun işləri, sərbəst işləri universitetdə fəaliyyət göstərən rəssamlardan olsun ki, auditoriyadan çıxdı, qaçdı, getdi emalatxanaya, orada biraz işlədi, baxdı, izlədi, gəlir sonra nəsə yazır. Bax, bu mühiti çalışırıq eləmək və bunların hamısı da yaşanıb bu kitabda. Vüqar müəllim qeyd elədi ki, nargilədən başlamışıq, amma ilkin bizim qığılcımız Tomris idi, Yuçil əsəri idi, var burada. Vüqar müəllim, mən çox maraqlı mövzudur mən üçün Tomris, düşünürəm bir inşallah kitab eləyəcək. Biz 24-cü ildə maraqlı bir sərgi elədik Tomris Türk dünyasında və o məqalədən sonra Vüqar müəllim çox maraqlandı və bir də mən gördüm ki, gəlib ki, mənə məlumat ver, mənə kitab ver, informasiya ver, mən Tomris haqqında oxuyum və nəticədə Yuçil əsəri yarandı. Çox maraqlı, tamamən başqa bir Tomris obrazı da orada keçib, eləsi olmayıb. Cəngavər qadın obrazı mənə daim maraqlandırırdı. O zaman öncə Türkiyədə də hansısa art festivalda elə bir mövzuya toxunmuşdum. Sonra qayıdandan sonra təbii ki, rəssama daim sənətşünas və tarixçi mütləq lazımdır. Çünki elə əsərlər var ki, orada məlumat, xronoloji informasiya lazımdır. Onda sənətşünasla, tarixçi insanla maraqlanıb hansısa məlumatları olmazsa, onsuz da rəssam orada bədii təxəyyülünü, fantaziyalarını işlədəcək. Amma müəyyən elementlər var, müəyyən baxış bucaqları var ki, onu mütləq rəssam duymadan eləyəcək. Vüqar müəllim, siz bu gün yaradırsınız, o informasiyanı alıb yaradırsınız. Bu da sabaha bir informasiyadır, ötürürsünüz. Bu məsuliyyət də var. Ona görə çox doğru, düzgün o qaynağa varırsınız ki, gələcək nəsillərdə və yaxud biraz əvvəl söylədiyimiz kimi əcnəbilər
resimlər də sizin o şəkildən bu gözəllikdir. Bunlar öz yerində, amma o qaynaq olaraq doğru düzgün bir informasiyanı, günün necə deyirlər, gözəlliyini, doğruluğunu gələcək nəsillərə, əcnəbilərə Bir çatdırırsınız. faktı istəyirəm qeyd edim ki, Buyurun, Vüqar buyurun. müəllimin ilham nöqtəsi, yəni çıxış nöqtəsi əsasən bizim mədəni irsimizdir. Mən hər zaman qeyd edirəm ki, bu udulmayan bir variantdır. Yəni miniatюradır, xalçadır, bizim ornamentlərimizdir. Bunlar belə bir nöqtədir ki, bilirsiniz, bu 2040 konsepsiyasında da öz yerini aldı ki, biz irsimizi tanılan, rahat qavranılan bir dildə təqdim eləyə bilik ki, əcnəbilər də, nəsil də, gənclər də bunu başa düşə bilsinlər. Bax, Vüqar müəllimin yaradıcılığı bu baxımdan çox gözəl bir nümunədir. İstər ornamentlərimizdir, miniatюralarımızdır. Mən xüsusi qeyd eləmək istəyirəm burada Xudu Məmmədovun irsini. Çünki Vüqar müəllimgilin özü də, qrupası da 90-cı illərdə həmin dərslərə, kurslara gedirdilər və ornamentin o kristallografiyanın strukturunu əsərlərində gözəl görsədə bilib. Düşünürəm ki, biz bunu bir vəsait kimi də tələbələrə təqdim Və əsasən də edəcəyik. bu üslub xüsusi bir riyazi dəqiqlik də tələb edir. Bu da hər sənətkar üçün öyrənilməsi çətin olan bir üslubdur və elə Vüqar müəllimin işlərinə nəzər yetirdikdə həmin o nümunələrdən bizim studiyamızda da canlı. Miniatюranın tamamilə yeni bir interpretasiyasıdır. Eyni zamanda fragmentar orada xalça ornamentlərini biz görə bilirik. Figurların qurulması, siluetlər miniatюradan gələn. Amma Vüqar müəllim məkanı dəyişib, fəzanı bir başqa cür orada təqdim edir. Öz yanaşması var. Öz yanaşması demək ki, var. Qaynaq var, amma sırf öz yanaşması əsərlərdə sezilir. Mən dostlar, artıq söhbətimizin sonudur. Mən belə bildim ki, bu kitab öz yerində, amma yaşantılarınız, Allah sizə can sağlığı versin. Sizin timsalınızda bütün sənət insanlarını söyləyirəm, xalqımızı deyirəm. İnşallah növbəti illərdə daha fərqli bir kitabla, fərqli bir dərgi ilə də ola bilər. Yenə də bax bu araşdırmalarınız, bu əsərləri yaratmağınız davam etsin. Minnətdarıq sizə. Söhbətimizin sonunda xatırladaq ki, Milli İncəsənət Muzeyində dünən, yəni aprelin 9-unda Zamanı qanadlarında Vüqar Əli sərgisinin açılış mərasimi olub. Həmkarım söylədi. Mən xatırladım ki, könül ayın 15-nə qədər gedəcəkdir sərgi. Ona görə sənətsevərlər 15-nə qədər davam edəcək. Ayın 14-də üzr istəyirəm, rəssamla görüşdü. Görüş də var. Bəli, və mən neçədə? 12-də. Saat 12-də, ayın 14-ü saat 12-də sizinlə görüş var orada. Nə qədər gənc rəssamlar gələcəklər. Sənətşünaslar, gənc sənətşünaslar, rəssamlar. Çox gözəl. Uğurlar arzulayırıq sizə. Təşəkkür edirik. Təşəkkür edirik. Biz də buradan ümumiyyətlə bütün bu baş verənlərin, bütün təşkilatçıların sizlə olmaqla təşəkkürümüzü bildiririk. Mədəniyyət Nazirliyinə, İncəsənət Muzeyinin rəhbərliyinə böyük dəstək oldular bizə, bütün işçilər hamısı, universitetimizə. Ümumiyyətlə bu kitabın ərsəyə gəlməsində rəssamın özünə də elə o zaman qanadlarını verən ətrafı o böyük şeydir. Hamısına təşəkkürümüzü bildiririk. Çox sağ olun. Televiziyamızda, Mədəniyyət kanalda bax sizin yanınızdadır. Bu işləri hər zaman böyük məmnuniyyətlə xalqımıza çatdırır. Sonda bir daha xatırladaq. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil xanım Kərimova, eyni zamanda əməkdar rəssam Vüqar Əli bizim qonaqlarımız idi.